No, 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 no. Trampolino. Sen YouTube'da şeyler Bu markayı ver bunu. 10 manat ver daydın abi. 10 manat şuraya getir ya. 50 geldi. Ya 10 manat ver şeyde sifte vergiden şirinlik kimi de işimdi. Bütün vermə xırda alıyoruz. Yo YouTube'da var ya qardaş şeyde axırıncını paylaşdım. Şey nəsə paylaşmışam axırıncı 100%. Harca 10 gün bundan qabaq. Hadi sağ olun. Dostlar yalan olmasın. Bax saat 13:18. 13:18 düz neçə saatdan sonra verdi Allah sifarişi. Provunu 1 saatdan sonra ikinci sifarişi verdi. Adı da Dükan Ekspresdir. Favorit market zad yazır. Mən də maraqlanıram bayaqdan. Sonra gördüm yazır ki favorit marketin yanı. Favorit marketin yanı. Mən bircə dəqiqə xırda yaxınlaşıram. Xırda. Prosta bu binanın altında hardasa. Bilmirəm da. Buradan manqalzada keçdim. Bunun da naviqatoru biraz gec göstərir də, bildiniz necə? Gedirsən risk dank atır orasını. İnşallah ki buralar. Yes bro, yes buradır. Dükan. Dükan Express. Prosta sifariş hələ ki hazır deyil. Baxmayaraq ki yazıb indi amma hələ hazır deyil. Sifariş hazırdır. Biz neçə dəqiqədən sonra. 695. Maraqlı interyeri var. Qapının bir dənə hündürlüyünə baxın. Bizim darvazada hündürdür. Çox sağ ol. Вот это совсем другом разговор. Bilməm daha düz oxudum yoxsa yox. Tak götürdük bunu bura. Gedirik. Bayaq 10,5 kilometr göstərdi məsafəni. Qəşəng bro, qəşəng. İkincini verdi. Elə görürsünüz 50% artımla yazıb da bayaqlar 50% artımla. Bu zona Mərdəkan ərazisinə bu verir 11 kilometrə yaxın məsafə 4.40-4.48 50% artımla. Düşünün 50% artım olmasaydı vəziyyət nə yerdə olsaydı. Bu zona Mərdəkan sonra sizə deyim Mərdaran birgə Maştaq ərazisində ən ehtiyat edildiğim ərazilərdən biri. Çünki Apaslı sürücülər olur burada. Nə barədə Apaslı onu da sizə izah edeyim. Pavarotu sola yandırıb sağa dönən, ümumiyyətlə pavarotikdən yəni dönmə işığından istifadə etməyənlər və s. və ilaxır. Deməli, burada ayda konum da səhv qoydu. Bir aptek qabaqdadır. Aptek hardadır? Ümumiyyətlə aptek hardadır burada. Ayda parkın içindədir. Neysə də Vita aptek. Amma Vita yazıb bu butadır nədir? Ümumi odur ki, Apaslıdır, brat. Apaslı sürürlər kəndə arasında. Gələk buradır. Vita aptek. Onu qışan yerdə o bura. Aptek. Bu sifariş zəhmət olmasa. Sağ olun. Aptekin səncə dizaynına, interyerinə baxıla. Quranın dostuna nə bomba yerdə Allah, halal olsun ya Allah haqqı. Qardaşlar ləzzət verir ya, belə optik olur ha. Deməli, ancaq şəhər ərazisində işlədiyimə görə görməmişəm də, yəni bu əraziyə çox bələd deyiləm, yəni bu ərazidəki obyektlərə çox bələd deyiləm. İndi aparırıq dükanın sifarişini təhvil verməyə. Buradan da ki arxaya qayıtmalıyıq. 100% tez bazar. Bu hansı körpüdə lara girdim alama. Bu zona Şüvəlan. Ha bu zona Şüvəlan yol. Ha. Bu səfər necə düppədüz gəlib çıxır. Lap belə axıra kimi gedəndə. Birbaşa Mərdəkana bu Bravo yanına gəlib çıxmalıdır. Sol tərəfdə KFC zat olur. KFC restoran falan olur. O bizə lazımdır. Ha düz demişəm mən ona görə. Bizə lazımdır. Biz görürsüz qabaqdan müəyyən məsafədə təxminən 1 kilometr qabaqdan sağa dönürük.
Amma burada elə ki yaxşıdır. Ən çox tramplini qardaş. Mən görürəm şeydə də Kupinka, Yasamal, o belə o şey məhəllələrdə, Sovetskidə zətdə. Ay brat, nə qədər tramplin. Bir də bəlkə sarı tramplindir. Ya uzaqdan görsən diqqət cəlb edir. Bilirsən ki, burada tramplin var. Sürəti ona görə tanızılmışam. Bir də asfalt rəngli tramplin qoyub. Gəldi, düzdür, məhəllə içi mən durub 50 ilə 60 ilə 80 ilə sürmürəm. Söz. 30 sürəm, 40 sürəm, 45 sürəm. Baxırdı indi məhəlləyə. Ki, hər an uşaq zat çıxa bilər orada. Amma insafla da qaqaşda sən götürmüsən qanunsuz trampilin qoymuşsan cəhənnəm. Necə bunun üstündə sarı kraskını şeylə ki, niyə görə sarı rəng şeylər? Məsələn, taksilərdə zat sarı rəng seçilir neçədən rəngin arasından tez seçilən rəngdir də, gözə çarpan rəng. Bu soğuğa bir sarı rəng vurur ki, mən də bildim ki, bu şeydir də, trampilin var, dağıtmayayım. Bura T-E inşaat, Tərlan inşaat. Arabaları var, 200 kub, 150 kub, 125 kub. Bu Bespravadır, bu Bespravadır. Soldan ikinci. Salam mecə. Səni qaqaş. Tak, bu getdi. İndi ikinci ev 1 dalan 4. Bu biraz uzaq göstərir. Əlcə eləmi götürmədim onu. Necə yadımdan çıxdı. 8 kilometr göstərir. Tam da ərazidə işləmirəm. Ərazidə sevmədiyim şey odur ki, eminim bu ərazilərdə bayaq adlarını sadaldığım kənd evlərində. Burada bəxşiş deyilən bir şey yox səviyyəsindədir. Yəni 10 dana qapıya gedərsən, 10 dana qapıdan bəlkə birində, ikisində sənə bəxşiş verərlər. Fərqi yoxdur, ya tips atarlar, ya da ki, belə nağdsana bəxşiş verərlər. Bu işində şirin tərəfi odur ki, bəxşiş verilir də, yəni verilməlidir. Yəni, indi deyə bilərsiniz, yox ona deyil. Onsuz da bəxşiş, belə sizə bir söz deyim ki, bəxşiş vermək özü bir mədəniyyətdir. Onu, yəni, necə deyim sizə, mədəniyyətli insanlar ən çox onu söyləyiblər, icad ediblər deyim, yoxsa yazılmıyor, qanun kimi deyim ki, yəni, bəxşiş vermək özü bir mədəniyyətdir. İndi demirəm, bəxşiş verməklə hamısı mədəniyyətsizdir, yox, onlar da şey deməm, mən bir söz deyib mənəm. Ola bilər ki, kimisə axırıncı puldu deyə bir şey yapar, amma ola verməyən insanlar var ki, həqiqətən də bunu, bizi də deyirəm, mən bunu aldandıram bu şey söhbəti. Çünki bu günə kimi mən özüm də kuryeri əli boş yola salmamışam. Yəni, hətta özüm kuryer işləməmişdən qabaq belə söhbət, yəni bir 6 il, 6-7 il bundan qabaq gedir. Onda da volt təzə açılan vaxtlar idi, canım istədirsən. Heç volt olmasa belə, adi dönərxanalardan və yaxud restoranlardan sifariş verəndə kuryeri minimum 1 manat belə olsa, o da ki, yaxın məsafədən gəlir. Yəni, 1 manat belə olsa vermişəm. Çünki, deyirəm, bəxşiş vermək özü bir mədəniyyətdir. Çalışmaq lazımdır ki, anqurt sürücülərdən özümüzü qoruyaq. Necə ki, mən kameranı söndürən kimi mistika baş verir. Söndürən kimi maşın qatdadır eski qabağıma. Özdə Innomarkaya son model, paslidir Innomarka BMW. Soldan getdiyədə mən də sağ 2 dənə palasa var, sağ palasa var. Reski pavartı yandıran kimi dön sağa. Elə bir iki, yəni, bilirsən necə elə var. Rulu döndürdə əllər deyil pavartı qoyaq. Yoxsa belə yandırmazlar. O dərəcədə. Bir də ən çox maşınların yaxınından keçəndə ehtiyatlı olmaq lazımdır ki, var da insan da başında çatışmamazlıq var. Neyim? Qanamalıdır ki, başı çatmır da bu insanın. Maşının sürüləri reski qapını açır, tüfürür bayrağı və yaxud o birlər güzgəyə baxmadan, bilmir ümumiyyətlə ki, maşında güzgə deyilən bir şey var. Güzgəyə baxmadan reski qapını açır. Ürəyim sıxıldı. Qaqaşı bir dənə keçsədim qabağa, sürərdim. Neysə. Ona görə onlardan özümüzü qorumalıyıq. Misal üçün, araya gedirsən, görsən ki, sağda maşınlar saxlıdır, parkovkada. Heç vaxt sürətlə yəni, araya girməyin, heç vaxt. Nə badə. Qaqaş, biraz sağa sıx, ağızsan. Yəni, belə şeylərə görə özümüzü neynəməliyik, qorumalıyıq, əmoğlu. Görürsünüz, yola çıxandan sonra riskiyatlarına düşür ki, güzgəyə baxmaq lazımdır, ya pəncərdən baxmaq lazımdır. Mən daha bir dənə qulağımın arxası qalıb, qaşınmayan. Yəni ki, daha o qədər üzlər, o qədər sifətlər, o qədər sürücülər görmüşəm ki, ona görə bir şey bilirəm ki, kim nə eləmək istəyir, kim maşını insanın saxlamağından mən bilirəm ki, yəni bu insan nə eləmək istəyir, bu insanın fikri nədir.
Və yaxud sağa sola baxmağından mən bilirəm ki, bu insanın fikrinə deyil. Hey Allah. Ola bilər, az bir faiz ola bilər ki, fikrində yanılım. Niyə görə ki, yenə başında çatışmamazda olan insanlar çox baxır. Elə bir hərəkət edir ki, yəni mənə də yayındırar. O sigma qayda qanunlarını yaşayan insanlar var, növbəti həmləbi deyir, bəlli etməkdən. Ola bilər ki, sağa yandırıb apardı ki, yəni növbəti həmləsini bəlli etməmək üçün risk döndərdi sola, ondan mənə də qırıldı bir altı içində. Səhv o belə. Müştəri çıxdı və ayda bir dad McDonald's-dan niyə görə zəhləm yedir? Məcbur gətirəcəm də, çünki bu ərazidə sifariş yoxdur. Ona görə zəhləm yedir ki, çanta ilə yaxınlaş, çanta ilə. Çantanı saxlayıram şeyin qabağında, restoranın qabağında da maçqet, yəni görürlər. Ya, yenə də çanta ilə yaxınlaş. Məcbur götürdüm, Qur'an and olsun. Yoxsa ki, mən McDonald's götürmürəm heç vaxt. McDonald's götürürəm, bir-iki dənə yerdə şəhərdəkilərdən, yəni çanta tələb eləməyən. Şəhərdə də ki, çanta tələb eləməyən yenə də azdır. Deməli, McDonald's qrant həyatdır, çanta hanı? Sonra McDonald's dərman oldu, çantanız hardadır? Sonra McDonald's şu var, çantanız buradadır. Var yenə də var, McDonald's Blue Residence, narıkilərin kırıqı. Çantasız verməyəcək. Sonra harada la? Hələ ki bunlardı yadımda qalanda, amma çantasız verənlər də var, sağ olsunlar. Əhmədli verir çantasız. Ağşəhər verir çantasız, tək açılıb Ağşəhər. Sonra harada Allah? Var da, yəni bəzi özünə hörmət qoyan yerlər var ki, verirlər. Bu çantasız, yəni mən bu çantasız, qaqaş, mümkün deyil, mən bu çantasız harada aparım? Bu müdiriyyət bir məntiqli işə salıb fikirləşməlidir, düzdür, gəp tərəfə, gəp. Ha, müdiriyyət fikirləşməlidir, düşünməlidir, insanda bir düşüncə tərz olmalıdır ki, o yaxşı, bu çantasız bu bədbəxt kuryer hara qoysun, aparsın bunu? Deyələ, bura mən niyə girdim, ay tərəfə. Gir kimi dalanla gedirdim də, gəldim, soxdum özümü sıxlığa. Ona görə McDonald's içində bir qızıq yardım McDonald's-a qarşı. Gəldik də yenə. Burada saxlayıram maçqeti qabağda, düzdür qardaş. Buradan, yəni ki, görsənir, mənim sumkam görsənir buradan, açıq aşağı. Amma yox, indi gedib aparmalı sonra. Neysə, gətirdim buradan. Neysə, əllərini çəkələ. Buradan, inanırsan, sumkanı götürəndən sonra, açandan sonra. Mənim aradası bir 4-5 dəqiqə vaxtım dedi, amma bu tezdən ora bağlayıb bərkitməyi də. Səliqəli bərkitməyi. Oy, qaqaş. Qaqaşı yerim, mən pirijivan keçdim. Bunun girişi... Ha, buradır, əla. Hospital, referans. Burada referans da var imiş. Deməli, referans hospital. Şükürlər olsun ki, növbəti sifariş gəldi, amma təxmini yarım saatdan sonra gəldi. Yəni deyirəm, şükür olsun ki, yenə də gəldi. Gecə də olsa gəldi. Gedirik KFC Mərdəkana. KFC Mərdəkan. Təxmini bir 10 dəqiqəli gözləmənin ardından KFC-dəki sifarişimizi götürdük. Pansionat yazıb ora, indi görək hansı pansionatdır. Biraz qarışıq yazıb. Ona görə görək başımıza nə gəlir. 2.2, bu da 5.4, haradasa 7.6 kilometr məsafə ümumi. Ola deyəni, mən səhv döndüm deyəsən, navigator. Yəni, yıxdım navigatorun üstündə, deyəsən, özüm səhv dönmüşəm. Bura girməlidir mən. Baxın, buradan yol var. Baxaq. Yoxsa burada deyir. Yəqin buralar. Çox dar yollar, yola.
Vay günə ki, burada 2 dənə arxadan, 2 dənə qabaqdan maşın gəlsin, yan bu yan. Burası da güzgü qoyulmalı bir dənə ki, o tərəfdən gələni görə bilək. Buna bax, qız qalası APK. Bu ne yolda la, bu ne yolda la, vay dede vay. Diyorsun ki oluyor. Şu. Böyle de taşmaz, hiç de kalmaz. Güzel. Əsas qumluq olmasın belə, sıx qumluq. Bir də şey belə olmasın, ikisində də sürüşür. Gərək stabil saxlayasan, sürəti də, təkərləri də stabil saxlayasan ki, ani qazlanmaca da verməyəsən ki, sürüşməsin. Belə lom kimi deyəsən, mumya kimi deyəsən maska düzsünə. Yəni ki, 750 metr. 750 metr. Salam, salam qardaş. Mən bu yandan göstərdi, bu yandan gəldim. Ha. Amma burada işləmirəm, o görə nuş olsun. Sağ ol. Bu kimdir? Allah kömək olsun. Salam. Salam, salam. Mən də deyirəm onu sesli gəlir. Hər bir maşın deyə Allah kömək olsun. Buran kuryerlərinə fikir vermişəm. Məsələ bir ki, mehribansız yoxdur buran kuryerlərində. Yəni yolda görəndə, yəni bir-birlərinə salam vermirlər. Məkana çatmışsan da, restorandan sifariş götürməyə çalışanda nə üzvə baxmırlar. Bilmirəm. Bir-birlərini hamısı tanıyır, çocuğa görəndə belə deyirlər. Yoxsa ki, yəni həqiqətən belə soyuqqanlı aparır özlərini. O da heç xoşu gələn bir şey deyir də. Yəni burada ərazi söhbəti ola bilməz. O qədər qıraq bucaqdan gəlib şəhərdə işləyənlər var ki, yəni durağında hamımız ərazi söhbəti edirik, əgər o fikirdədirlərsə. Növbəti sifariş suşidir. O da qabaqdakı döngədədir. Deməli, baba, haradasa? Buralar, hadi burada sushi. Aha. Oba, Yamaha Fizies. Ondan məndə də var, ayağını ıslatmaq çox gözəl bir şeydir. Çox narahat bir şeydir də yəni. Ya Allah. Hmm, 144. Salam aleyküm. 144? Evet. Sağ olun. Bir dənə də əlavə verdik. Bunu da götürürük. Hamı da yazıb ki, məkanda kaskan çıxart, kaskan çıxart, kaskan da çıxart ki. Ola burada ki, deyən görək. Xalça restoranı. Xalça orada la. Hadi bura xalça. Arxasında, məncə arxasındadır. Çünki bir dəfə gəlmişəm bura maşınla işləyən vaxtlarda. Maşını burada saxlamışdım. Bunun arxa tərəfindən xalça girişi buradan idi hardasa. Hə, düz gəldim hələ. Yaxşı edim gəldim. Gözləyək gör nə vaxt hazır olacaq. Çıdan da götürdüm sifarişi. Buranı çox gözəl interyeri, dizaynı zadı belə ləzzət verdi də mən ürək açandı. Yeni müştəri. Özü fikir verin, bayaqda neçənci sifarişdir, heç biri nağd deyir. Və salam aleyküm, gözəllik onun üstünə deyir. Saat 15:25. Xalçadan xaş götürdüm. Qəqəş dedi ki, suyu çoxdur da, ehtiyatla sürərsən. Mən də ehtiyatla sürürəm, yol maşallah kələ kötürür. Tüngülünləri. Bunun üçün niyə boş da var? Olacaq məsəd kimi bir şey var günbəzdir. Neysə. Heç olmasa dedim, soruşdum ki, nə oldu? Ayda. Duyursan oldu. Heç olmasa soruşdum ki, streç var ağzında. Dedi, hə, var. Sizindir. Salam aleyküm. Xərcə xanım. Buyur. Ay Allah. Ay çöpüş. Ay çöpüş. Ne güzel çöpüştü bu. Gel, qorxma, gel.
Deməli, NATO. Burada demək olar əksəriyyəti deyir ki, gələndə yığarsınız. Yəni bu ərazidə işləmək üçün sən konturdan bol olmalısan ki, bütün müştərilərlə əlaqə saxlaya biləsən. Hizmətir və baxaq. Aha, buradadır. Salam əleykum qardaş. ...31 45 yazıb. Ha, çox sağ ol, nuş olsun. Sağ ol. Şeytanın ayağını sındırdım. Sağ olsun qardaş. Hava əməlli başlı qaralıb, 6-ya qalıb 15 dəqiqə. Bu bayaq gəldiyim məhəllədəyim, qaqaş burada mənə çay boy vermişdi, Allah canını sağ olsun. O məhəlləyə oxşuyor. O hələ benzin də vurmalıdır, yol üstü. Deməli Sokar. Sokar şeydədir burada, bu zonada. Salam. Bu uşaqdır. Atam sizin sifarişdir? Həli, ay sağ. McDonald's'dan. Güzün satıcı. Deməli, saat 18:26. 26 kilometr yol gəldim. İşığım da zəifdir, qardaş. Gəldim, savalama götürdüm sifarişi. Allah dağlı qurban olduğum üzümə baxdı. Ki, sifarişim elə bizim məhəlləyə yaxın oldu. Tak. Aha. İşığım çox zəifdir. Bir şey fikirləşməliyəm. Normal bir də işıq tapmalıyım buna. Normal bir də lupa. LED. Bunlardır. Qoyunlar da elə uşaqlar ya. Allah'ım babada yanında uşaqlar. Sən də qoyunlarmış. Bu qapı olacaq. Konum bura qoyulub. Salam xanım. Deməli. Sağ olun, nuş olsun. Və dəyişiklik olsun da. Hər dəfə şəhərdə işləyirdim. Bu səfər ərazini dəyişdim. Buna da o. Hələlik dostlar, özünüzə yaxşı baxın.